Salamlar dostlar, videoya xoş gəldiniz. Bugünkü videomuzda lig saldırı eləyəcəm. Təbii ki də Elektro 30 ligində bir də lig həftəsinin ilk günüdür. Burada da gördüyünüz kimi bir ulduzla qabaqdayıq, amma yəqin ki olmayacaq. Yəni bilmək olmaz, hələ qarşı tərəfin də saldırıları qalır, hələ bizim də bəzi saldırılarımız qalır. Bir nömrə üçləyə bilməyib 86%, 3 yıldız, 3 yıldız. Burada bir 94'ümüz var. Burada tek yıldız olması biraz çox pis olubdu. Burada hələ saldırım biri var. Oradan 3 yıldız gəlmə ehtimalı var. Burada 3 yıldız, 3 yıldız. 85%də qalan olub. 62%də qalan olub. 89%də qalan olub. 94%də qalan olub. Mən 3 yıldız atmışam. Təbii ki də köy zəif bir köydür gördüyünüz kimi. Ləvəllər biraz düşükdür. Əslində sadəcə duvarların səviyyəsi düşüdür. Yəni qəhrəmanları və savunmaları normal səviyyədədir məncə. Duvar demişkən bir də biz də duvar basaq. İlk öncə Y hərfindən başlayaq onda. 10 milyon toplamalıyam biraz. Oyda 2 dənəsi belə 20 milyon apardı. Bir dənə basaq. Buradan gəlib toplayaq hələ. Görən nə qədər olacaq. Bir dənə də duvar basıb sonra saldırılar edib daha sonra səkən topu bassam məntiqli midir? Yoxlamadan bilənmərik. Max artı max köy gəldi. Ondan ağaraq buradan saldıraq. Şampiyon biraz geridən attım bilərək. Görünməzlik büyüsün daha qənaətli istifadə edə bilmək üçün. Cəhənnəm kulesi belə nə qədər vardı. İçəri girdim qəşəng. Cəhənnəm kulesini vaxtında bağladıq. Tilkidən biraz yararlanaq. Özəllik basaq, Kraçən tez-tez alsın. Vaxtında bağladıq əslində. Sayılar mən. Nəysə geri çağırdım. Buradan kraliçeni atacaq. Buz golemi. Biraz pis atdıq əslində, amma bir şey olmaz inşallah. Oraya bir ordu yığışsın. Ordu derim, yəni klan kalesi o tərəfə bir getsin. Buradan süper barbar falan ataq, dəstək olaq ora. Nəysə buradan orman binciləri göndərək. Birlik fırlatıcı işlədəcəm. Kraliçe öləcək yəqin ki. Ölməməsi adına buradan bir dənə totem attım. Barbar kral içəri girmədi nədənsə. Biz şeyi çıxartmışıq. Koruyucunun özəlliyini basmaqdan yanlışlıqla barbar kralın özəlliyini bastım. İnşallah bu sonra bizə problem yaratmaz. Buranı sarmaşdıraq, qıraqdan vurmasın. Buradan öfke attım. Şampiyon son anda girdi içəri. Özəllik şifazdan canı ilə də yaxşı doldura bilmədi. Buradan biraz süper barbar ataq. Kraliçanın canı çox getməsin. Yoxçu kulesi çox yerə vuranda hasarı azalır ona görə. Kahraman canlandırmamız var. Hələ ki süper barbarlardan birini bura attım. 3 yıldız şansımız var. Çox yüksəkdir. Şampiyonu burada basa bilərik. Gördüyünüz kimi bir də büyülərdən birini çıxartmışam. Öfkəni çıxardıb yerinə kahraman canlandırma almışam deyəcəm də bu ordumuz hanı? 2 yıldızla qalmayaq. 3 yıldız ataq. Artıq bu həftə Elektro 33-ə çıxmağı fikirləşirəm. İnşallah çıxa bilsək, saldırılarımız doğru düzgün getsə. Nəysə 3 yıldız şansımız gətirdi bu səfər. 4 qat yıldız bonusu da var. Belediyə atladığımıza görə. Mən normalda bu boşluqdan yararlanıb oradan atardım əslində şampiyonu. Bəlkə oradan ataq. Çox fazla savunma var içəridə. Nə alef topu gedərdi bu. Yəni alef topu oynayanda da belə düzənlər gəlmir maalesef. Onda
Hardan ataq? Neyse buradan ataq. Orta hissədə Barbar kralın özəlliyin basarıq. Bacarsa onu da. Şampiyon gördüğünüz gibi son anda çıxmadı da belə. Ucu ucuna. 1-0 qəşəng. Biraz tez bağladım. Tilki son anda görünməz oldu. Son görünməzliyimiz. Tilki içəri çox gec girdin. Tilki çox gec. Neyse geri çağıra bilərik məncə. Buradan atdıq. Təbii ki də kraliçəyə. Buradan titanı atdıq. Ordumuzu da buradan göndərək. Qızı indi gəlib öldürəcəm. Qəşəng kraliçə orada qəşəng iş çıxardı. Ora bir totem birisi ataq, çox vurmasın. İçəri girsinlər. Özəlliyi bastım. Barbar kralın da özəlliyini bastım. Qəşəng bir təmizliyi idi orada. Sarmaşıq harda ataq? Bu hissəni belə sarmaşdırsa qəşəng olar. Orada çox qaymadı ki. Kraliçə də o səkən topu aldı. Buralara oxçuları falan ataq. Süper barbarları da buralara göndərək. Bir dənə kahraman canlandırmam var. Yəqin ki şampiyon aralarda bir yerdə öləcək. Şampiyon üçün hələ gözlədirik. Kahraman canlandırma istifadə eləməyə gərək belə qalmadı onsuz da. 3 yıldızı rahat bir şəkildə atdıq. Sıradakı saldırımıza keçək. İnşallah bu son saldırında 3 yıldız ata bilərəm. Doğru düzgün bir yerdən saldırmalıyam. Yəni doğru qərar verməliyik. Buradan attım şampiyonu. Plan karşısına var yoxan.
3 yıldız. Rəhim partladı. Nətər 3 yıldız atdıq biz həqiqətən. Çox belə odaqlandım. Danışmağa belə ehtiyac yox idi. Yəni odaqlandım başdan ayağa. Nəysə, bu ardı-ardına 3 dənə saldırıdan sonra bəsimdir bu qədər. Sabahlarda video çəkərəm inşallah. Onda dostlar, bugünlük videomuz bu kadar olsun. Çok uzatmağa değmez. Yani edit falan biraz adam ürəyini sıxır. Bir sonraki videoda görüşmək üzere deyirəm. Sağ olun, salamat qalın.